Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 6-cı sinifin 4-cü mövzusu olan qapı kilidlərinin növləri, quruluşu və quraşdırılması mövzusu ilə tanış olacağıq. Gəlin vaxt itirmədən mövzumuzla tanış olaq. Qapılar kilid vasitəsilə bağlanır. Bəli, bu hər birimizə məlum olan məsələdir ki, qapılar nə vasitəsilə bağlanır? Kilid vasitəsilə. Sonra deyir, kilidləri fərqləndirən əsas cəhətlər, gizlilik mexanizminin növü və onun quraşdırılması üsuludur. Bəli, bu sual testlərə düşür. Kilidləri fərqləndirən əsas cəhətlər hansılar oldu? Gizlilik mexanizminin növü və onun quraşdırılma üsulu. Hər bir kilid gövdədən, siyirmədən, məxfilik mexanizmindən və onların təkrar olunmazlığından ibarətdir. Deməli, hər bir kiliddə nələr var? Gövdə, siyirmə, məxfilik mexanizmi və onların təkrar olunmazlığı. Məhz etibarlılıq və keyfiyyət bu meyarlarla müəyyənləşdirilir. Bəli. Sonra, qapı kilidlərinin neçə növü var? Onların quruluşu və quraşdırılması nədən ibarətdir? İndi gəlin qapı kilidlərinin neçə növü var, onları öyrənək. Deməli, kilidlər 3 növə bölünür. Üstdən qoyulma, taxma və asma. Hər biri ilə ayrı-ayrılıqda tanış olaq. Deməli, üstdən qoyulma kilid. Görək üstdən qoyulma kilid nə olan şeydir? Taxta qapılar üçün üstdən qoyulma kiliddən istifadə etmək tövsiyə olunur. Taxta qapılar üçün üstdən qoyulma kiliddən istifadə etmək tövsiyə olunur. Deməli, hansı qapılar? Taxta qapılar. Hansı kilid növündən üstdən qoyulma? Deməli, üstdən qoyulma kilidində ən çox taxta qapılarda istifadə olunur. Sonra deyir, bu növ kilidlərin quraşdırılması daha asandır. Bunu yadınızda saxlayın. Bir də başqa bir kilid növü keçəndə orada da asan sözünü işlədəcəyik, amma onlar fərqləndirəcəyik. Hələ ki demirəm. Bir qayda olaraq üstdən qoyulma kilid qapının qorunmasında mühüm rol oynayır. Deməli, üstdən qoyulma kilid nə oldu? Taxta qapılarda ən çox istifadə olunur. Quraşdırılması daha asandır. Baxın, daha asandır. Sonra üstdən qoyulma kilid qapının qorunmasında mühüm rol oynayır. Bura qədər aydındır. Keçək digər hissəyə. Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində döşəmədən təxminən 1,2 metr hündürlüyündə kilidin yeri müəyyənləşdirilir və karandaşla bərkici lövhə üçün novun yeri nişanlanılır. Bura qədər təkrarlayaq. Deməli, birinci nə oldu? Bunu öyrənək. Birinci, qapının dirəyində kilidin yeri müəyyənləşdirildi. Hansı məsafədə? Döşəmədən təxminən 1,2 metr hündürlükdə və ya ola bilər testdə bunu sizə sual olaraq yaza bilərlər ki, 120 sm. Bəli, 1,2 metri santimetrə çevirəndə 120 sm eləyir. Bunu da unutmayın. Sonra, deyir, karandaşla bərkici lövhə üçün novun yeri nişanlanılır. Məsələn, sizə testdə sual verə bilər ki, bizlə və ya karandaşla çaşmayın. Cavab karandaşdır. Sonra, nov elə dərinlikdə kəsilir ki, bərkici lövhə qapının direği ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizmin ölçülərindən 1-2 mm enli olmalıdır. Bir də təkrar eləyək müəllimlər əvvəldən. Deməli, birinci, qapının dirəyində kilidin yeri müəyyənləşdirildi. Sonra karandaşla o yeri nişanladıq. Sonra nov elə dərinlikdə kəsildi ki, bərkici lövhə qapının direği ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açıldı. Sonra həmin o açılan dəliyin diametri silindrik mexanizmin, yəni baxın silindrik mexanizm 2-dir. Bunun diametrindən 1-2 mm enli olsun. Şəklə baxarıq, keçək digər hissəyə, ardıcıllığı tamamlayaq, sonra qayıdarıq şəkilə. Sonra deyir, həmin dəliyi mexanizmə yerləşdirir və kilid qapının gövdəsinə möhkəm sıxılır. Sonra 2 qısa şurupla qapının yan hissəsinə və 2 uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Deməli, müəllimlər, baxın, şəklə bir də qayıdıram. Burada 6-cı hissəyə baxın. 6-cı hissədə bərkici lövhələr var. 6-cı hissədə bərkici lövhələr var və burada dəlik açılıb. Deməli, dəliklərə şurup quraşdırılacaq. İndi gəlin öyrənək ki, hansı şuruplar quraşdırılır.
Deməli, 2 şurupdur. Hər birində 2 şurupdan istifadə olunur. Ona görə 2-yə dəyməyəcəyik. Amma gəlin öyrənək ki, hansı qısa şurupdur, hansı uzun şurupdur. Deməli, deyir, 2 qısa şurupla qapının yan hissəsinə. Deməli, müəllimlər, yan hissə, kənar hissədir. Ona görə o qısa olacaq. Yadımıza saxlayaq ki, yan hissə deyəndə 2 olduğu kimi qalır qısa şurup. Deməli, yan hissə qısa şurupdur. Sonra deyir, 2 uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə. Məsələn, baxın, bura bir dənə perpendikulyar şəkli çəkirəm. Bura perpendikulyar şəkil çəkdim. O perpendikulyarın işarəsidir. Elə nəzərimizə saxlayaq ki, bu uzun bir xəttdir. O da perpendikulyardır. Deməli, perpendikulyar deyəndə hansı olur? 2 uzun şurup. Sonra qapının üst tərəfində halqanı quraşdırmaq üçün 2 qısa şurupdan istifadə olunur. Gəlin şəkilə baxaq. 3-ə baxın, 3-də halqa verilib. Halqa görürsünüz qısadır, balacadır. Deməli, halqa da qısa olur. Halqa 2 qısa şurupla istifadə olunur. Bundan sonra qapı çərçivəsində kilidləmə tamasasının yeri nişanlanılır. Kilidləmə tamasası. Sonra bərkidici lövhə üçün nov seçilir. Bərkidici lövhə qapının çərçivəsinə 2 qısa, kilidləmə tamasası isə 2 uzun şurupla bərkidilir. Deməli, müəllimlər, baxın, bayaq dedim ki, qapının lövhəsinə perpendikulyar olanda 2 uzun oldu. Burada da deyirəm ki, bərkidici lövhə qapının çərçivəsinə. Çərçivə balacadır axı. Elə yadımızda saxlayaq ki, çərçivə balacadır, ona görə 2 qısa. Amma kilidləmə tamasası isə 2 uzun şurupla. Məsələn, biz bunu həmişə necə öyrənirdik? Kilidləmə tamasasını elə bir ki, hansısa bir teatr salonunda tamaşaçılar kimi nəzərdə saxlayın. Məsələn, tamaşaçılar baxırlar böyük bir yerə, orada da səhnəyə baxırlar. Elə bir ki, tamasanı tamaşa kimi yadımızda saxlayaq, o da olur uzun. Deməli, bir də təkrar eləyək, nə oldu? Mən sizə deyirəm ki, qapının yan hissəsinə hansı şuruplarla? 2 qısa. Sonra deyirəm, qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilib. Hansı? Tez və dərhal deyin, 2 uzun şurup. Sonra qapı çərçivəsinə kilidləmə tamasasının yeri nə ilə? 2 uzun şurupla. Bəs yaxşı, halqa 2 qısa şurupla. Sonra bərkidici lövhə qapının çərçivəsinə 2 qısa şurupla. Sonra üstdən qoyulma kilidinin quruluşu verilmişdir. Gəlin quruluşuna baxaq. Deməli, birinci hissə gövdədir. Baxın, bu gördüyünüz böyük hissə onun gövdəsidir. Sonra 2 silindrik mexanizm, bayaq dedik, silindrik mexanizm 2-dir. Sonra 3 yerdə göstərilib halqadır. 4 dildir. Baxın, bu 4 dildir. Sonra 5-ci hissə kilidləmə tamasasıdır. Baxın, 5-ci hissə, bu hissə kilidləmə tamasasıdır. Sonra 6 bərkidici lövhələrdir. Baxın, 2 şurup yerləri göstərilmişdir. Bunlar ikisi də olur. Bərkidici lövhələr 7 siyirmə və ya rəzə. Bu da üstdən qoyulma kilidin quruluşu. Keçək digər hissəyə, öyrənək taxma kilid nədir? Taxma kilidlər deməli həm giriş, həm də daxili qapılar üçün müasir kilidlərin əksəriyyəti daxildir. Taxma kilid qapının dirəyinə daxil edilir və dəstək ilə birləşdirilir. Deməli, taxma kilid nə oldu? Həm giriş, həm də daxili qapılar üçün istifadə olundu. Qapının dirəyinə daxil edilir və dəstək ilə birləşdirilir. Bu cür kilidlər demək olar ki, hər yerdə istifadə olunur. Deməli, taxma kilidlər harda istifadə olundu? Hər yerdə. Əsas hissəsinin qapının dirəyinə yerləşdirilməsi taxma kilidin başlıca xüsusiyyətidir. Başlıca xüsusiyyəti nə oldu? Əsas hissəsinin qapının dirəyinə yerləşdirilməsi. Xaricə yalnız açar yuvası, tutacaq və bərkitmə yerləri gizlədən dekorativ panel çıxır. Deməli, xaricdə olan hissələri hansılar oldu? Açar yuvası, tutacaq, bərkitmə yerlərini gizlədən dekorativ panel. Qapının dirəyinə qoyulan taxma kilidin qarşı hissəsi lövhə görünüşlüdür. Deməli, qapının dirəyinə qoyulan taxma kilidin qarşısı nə görünüşlü oldu? Lövhə görünüşlü. Bu hissə qarşıdakı çərçivə qutusuna kəsilərək yerləşdirilir. Hara yerləşdirilir?
qarşıdakı çərçivə qutusuna istənilən materialdan olan qapıya taxma kilidin bu prinsip üzrə quraşdırılır. Ən yüksək təhlükəsizlik dərəcəsinə, təmirə yararlı olmasına görə silindrik mexanizmli taxma qapı kilidləri çox yayılmışdır. Deməli, ən yüksək təhlükəsizlik dərəcəsinə görə hansı taxma qapı növündən istifadə olunur? Silindrik mexanizmli taxma qapı kilidləri çox yayılmışdır. Qapının layına yerləşdirilən üstdən qoyulma kilid, qapının layına yerləşdirilən üstdən qoyulma kiliddən fərqli olaraq taxma kilid qapının dirəyində açılmış xüsusi oyuğa quraşdırılır. Deməli, taxma kilid hara yerləşdirildi? Qapının dirəyində açılmış xüsusi oyuğa. İndi taxma kilidin quruluşuna baxaq. Deməli, taxma kilid birinci hissə kilidləmə tamasasıdır. Baxın, bu hissə oldu kilidləmə tamasası. 2 oldu bərkidici lövhə. Bunlar bərkidici lövhə. Deməli, bunları bərkidirik hər hansısa bir yerə. 3 isə gövdə oldu. Ümumilikdə bu hissələr isə gövdə oldu. Keçək digər hissəyə. Deməli, asma kilid. Asma kilid nədir? Asma kilidlər daha geniş yayılmışdır. Deməli, ən geniş yayılanı hansı oldu? Asma kilid. Bu, asma kilidlərin quraşdırılması və istismarının asan olması ilə əlaqədardır. Baxın, deməli, asma kilidlərinin quraşdırılmasının və istismarının asan olması ilə əlaqədardır. Bayaq üstdən qoyma kilidi keçəndə dedim ki, sizə asan olan daha biri ilə tanış olacaq. Deməli, üstdən qoyulma kiliddə dedik ki, bu kilidlərin quraşdırılması daha asandır. Baxın, daha asan oldu üstdən qoyulma kilid. Amma sizə testdə desə ki, bu asma kilidlərinin quraşdırılması və istismarının asan olması hansıdır? Asan olan asma kilid. Sonra deyirik, bu növ kilidlər qarajların, ambarların darvazalarına, tövlə və digər yardımçı təsərrüfatların qapılarına, hasar darvazalarına uyğun gəlir. Daha sonra bütün asma kilidlərin quruluşu eynidir. Deməli, asma kilidlərdə nə eyni oldu? Quruluş. Onlar 3 elementdən gövdə, gizlilik mexanizmi və bağlayıcı element olan qövsdən ibarətdir. Deməli, asma kilidin quruluşu 3 elementdən ibarət oldu. Gövdə, gizlilik mexanizmi və bağlayıcı element olan qövsdən. Deməli, qövs nədir? Qövs bağlayıcı elementdir. Testlərə sual düşür, diqqətli olaq. Gövdə kilidin əsasını təşkil edir. Baxın, gövdə kilidin əsasını təşkil edir. Gövdədə məfhili mexanizmi yerləşir və qövs bərkidilir. Gövdə məfhili mexanizminin və qövsün davamlı olaraq bağlama elementlərinin bir hissəsinin qorunma rolunu oynayır. Baxın, burada verilmişdir birincisi asma kiliddir. Bu asma kiliddir. Bu da asma kilidin quruluşudur. Baxın, müəllimlər, burada bu məlum olduğu kimi açar hissəsidir. Sonra qövs var, bağlanan hissə qövsdür. Sonra qövsün bağlama mexanizmləri verilibdir hər iki tərəfdə. Daha sonra isə ümumilikdə bu gövdədir. Daha sonra isə bu içəridə olan silindrik mexanizmdir. Deyir ki, məfhili mexanizmi kilidin əsas hissəsidir. Deməli, müəllimlər, bayaq nə öyrəndik? Bayaq dedim ki, gövdə kilidin əsasını təşkil edir. Baxın, gövdə kilidin əsasını təşkil edir. İndi də deyirəm ki, məxfilik mexanizmi kilidin əsas hissəsidir. Deməli, kilidin əsas hissəsi məxfilik mexanizmi oldu, əsasını isə gövdə təşkil etdi. Deməli, bir də təkrar edək. Gövdə kilidin əsasını təşkil edir. Əsas hissəsi isə məxfilik mexanizmdir. O, kilidin qövsünün bağlı vəziyyətdə saxlanılmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır. Deməli, məxfilik mexanizmi nəyə xidmət edir? Qövsün bağlı vəziyyətdə saxlanılmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır. Kilidləmə elementi polad qövsdür. Testlərə düşür. Kilidləmə elementi nədir? Polad qövsdür. Onun köməyi ilə kilid bərkidilir və qapıların kilidlənməsi təmin edilir. Deməli, polad qövs vasitəsilə nə olur? Kilid bərkidilir, qapıların kilidlənməsi təmin olunur.
Bir qayda olaraq qövs bəndə taxılır. Qövs hara taxılır? Bəndə. Bəndin daşınan və sabit elementləri vardır. Bəndin daşınan elementi qapı və qapaqdır. Sabit elementi isə qapı çərçivəsidir. Deməli, müəllimlər, qapının tərkibində çərçivə olur. Yadınızda saxlayın ki, bu sabitdir. Heç yerə aparmırıq bunu. Amma daşınan elementi həm qapıdır, həm də qapaqdır. Daha sonra təhlükəsizlik qaydalarına baxaq. Deməli, təhlükəsizlik qaydalarında deyir. 1. Oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizminin zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Deməli, biz hər zaman deməli biz həmişə saz olan, yaxşı işləyən alətlərdən istifadə edəcəyik. Kilidin metal hissəsi dəstəkdə kip oturmalı, iskənin tiyəsi isə iti olmalıdır. Deməli, çəkicin metal hissəsi dəstəkdə kip oturmalı, iskənin tiyəsi isə iti olmalıdır. 2. Prinsip etibarilə elektrik ötürücülü alətin və saz işləməsi vacibdir. Bəli, müəllimlər, bu da vacibdir. 3. Bağlayıcı mexanizminin quraşdırılması zamanı zədələmə qapı dayağının bir hissəsi oyulduqda yonqarın hissə hər tərəfə səpilməsi ilə bağlıdır. Mexaniki elementlərin gözümüzü zədələnməməsi üçün işə xüsusi qoruyucu eynəklə başlamaq lazımdır. Bəli, müəllimlər, hər hansısa bir yonqar hissəsi gözümüzə düşməsin deyə gözümüzə qoruyucu eynək taxmalıyıq. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər. Hər birinizə uğurlar. Gələn dərs saxlarında görüşərik. Sağ olun, sağlıqla qalın.